Hello everyone, hər kəsə salam, əziz beşincilər. Növbəti izahımızla qarşınızdayıq. Bugünkü izahımız Unit 4 Family Matters olacaq. Gəlin başlayaq. Language reference. Verb have affirmative. Affirmative təsdiq deməkdir. Have feilinin təsdiq forması. Have uşaqlar sahib olmaq, malik olmaq deməkdir. I, you, we, they-də have işlənir. Biz bunu qalınlaşdıraq. Bir dəqiqə. I, you, we, they-də have işlənir. He, she, it-də isə has işlənir. Yəni biz I, you, we, they ilə cümlə quranda have-li, has-li, have olanı seçəcəyik. Və yaxud bunun yerinə hər hansı bir şəxs gələ bilər. Məsələn, cəm şəxslər gələ bilsə, biz onu they ilə əvəz edirik. Məsələn, deyirəm ki, Sarah and nə olsun, Jake. Sarah and Jake. Bunlar hər ikisi iki nəfər, yəni hər ikisi başqa-başqa adamlardır və fərqli adamlardır və iki nəfərdirlər. İki nəfər olduqlarına görə nə etməliyik? Onu they şəxs əvəzli ilə əvəz eləməliyik. They-də də have işləndiyinə görə avtomatik Sarah and Jack-də have işlənəcək. Bəzən uşaqlar bu çaşdırır uşaqları ki, tək addır, o zaman mən has götürürüm, amma xeyr. Tək ad olsalar da iki nəfərdirlər. İki nəfər də cəm olduğuna görə biz bütün cəm isimləri they ilə əvəz eləyə bilərik. They şəxs əvəzli ilə. They-də də have işləndiyinə görə, deməli Sarah and Jack-da da have işlənəcək. He, she, it-də isə işlənir has. I have two uncles. Mənim iki əmim var. You have a brother. Sənin qardaşın var. We have a lot of cousins. Bizim çoxlu qohum uşaqlarımız var. My friends have parents from different countries. Mənim valideynlərimin fərqli ölkələrdən, mənim dostlarımın fərqli ölkələrdən valideynləri var. My friend has a new baby brother. Mənim dostumun yeni körpə qardaşı var. She has two sisters. Onun iki bacısı var. My family has a traditional structure. Mənim ailəmin milli strukturu var. Yəni adət-ənənəsi var bu şəkildə. Baxın, tək isimlərlə has işləndi, amma cəm isimlərlə have işləndi. Bu şəkildə qayda bundan ibarətdir. Sualında do, does'dan istifadə olunur. I, you, we, they-də do. He, she, it-də isə does işlənir. Bir də onu qeyd edeyim ki, uşaqlar, does-la qurulan cümlələrdə has yox, həmişə have yazılır. Yadınızda saxlayın. Yəni, does varsa, burada she də ola bilər, he də ola bilər, it də ola bilər və yaxud da bunların yerinə hər hansı bir tək adlar ola bilər. Sarah, nə bilim, does Sarah have olacaq. Siz burada bu she'ləri, he'ləri, itləri görəndə çaşmayın ki, burada has qoymalıyam. Xeyr. Burada does var olduğuna görə ikinci bir əsli feylə ehtiyac yoxdur. Ona görə has qayıdır əvvəlki halına have-ə. Qısaca belə yadınızda saxlaya bilərsiniz ki, does və yaxud da doesn't olduğu bütün cümlələrdə have işlənir. Qısa, rahat, yolda saxlamağın qaydası. Yadda saxlamağın qaydası. Yolda nə idi? Davam edək. İnkarda I don't have a brother. Mənim qardaşım yoxdur. You don't have a cousin. Sənin qohum uşaqların yoxdur. Sual veririk do, doesn't. Do you have a brother? Sənin qardaşın var. Do you have a cousin? Do you have cousins? Sənin qohum uşaqların var. Cavabında isə yes, I do, no, I don't. Sualı nə ilə vermişəmsə, cavabı da onunla verməliyəm. Sualı nə ilə vermişəmsə, cavabda da onu bildirməliyəm. Baxın burada, he doesn't have. Gördünüzmü də? Burada he olduğuna görə burada has olmamalıdır. Yaxşımı? Bu yanlış olacaq. She doesn't has yox have. Çünki uşaqlar bəzən bunu da qarışdırırlar. He şəxsini gördüyünə görə avtomatik deyir ki, burada has yazılmalıdır, amma xeyr. Qaydada deyir ki, doesn't da və sual cümləsi does da ancaq have işlənər. Belə burada family members və describing people var. Nə deməkdir? Aunt, bibi, xala, brother, qardaş, cousin, qohum uşağı, dad, ata, grandma, nənə, granddad, baba, grandparents, böyük valideynlər, mom, ana, parents, valideynlər, sister, bacı, uncle, əmi.
Blue mavi, brown qəhvəyi, dark tünd, ice gözlər, fair qalın, green yaşıl, hair saç, long uzun, short qısa, tall hündür. Bu bizim olduğu sifətlərimiz. Describing people insanları təsvir edərkən istifadə etdiyimiz sifətlər. Davam edirik. Put the letters in order to make four family members. Deməli, burada bizə sözlər fərqli verilib, tərsinə verilib. Biz onları düzəltməliyik. Burada olacaq aunt, grandparents səhv eləmirəmsə. Bu nə olacaq? Sister, granddad, granddad. Burada da olacaq. Ne olacaq burada? Uncle. Bu şəkildə tamamladıq. Davam edirik. Devam edirik. Ayhan is my dad's brother. He is my uncle. Ayhan mənim atamın qardaşıdır, o mənim əmim olur. Ruby is mom's mom, olur grandma, anamın anası. My aunt has two children, o olur cousin, cousins. Henry is my granddad, he's my mom's dad, anamın atasıdır. My parents two children, they are my parents two children, siblings. Yani bacı qardaşımdır, Max and me. Bir dakika, my parents have two children. Mənim valideynlərimin bəli, iki uşağı var, bəli. Davam edirik. Günay has got tall or fair hair. Qalın saç deyərək, uzun, hündür saç demərik. Deməli olacaq fair. Tom is very tall yoxsa long. Long uzun deməkdir, tall hündür deməkdir. Biz insanlara uzun demərik, hündür deyərik. I have short brown eyes. Qısa göz olmaz, brown göz olar. Kamil has tall yoxsa long hair. Tall hündür yox, long uzun saç olar. My grandma is very long yoxsa short. Bir insanın boyuna long uzun yox, tall hündür deyərik. Ona görə short olmalıdır. Daha sonra 4-dən. This is my Aunt Eliza with my Uncle Jamie. Aunt Eliza has fair. Deməli olacaq. Eliza has long hair. Uzun, qalın. Hair. Uzun, qalın saçları var. She has blue eyes. And Uncle Jamie has short, qısa, and dark, yani tünd saçları var. His eyes, onun gözləri qəhvəyidir. He isn't very tall. Çox hündür deyil. Davam edirik. I have a very big family. Deməli, has və have-lə tamamlamalıyıq conversation. I have a very big family. My dad has. My dad üçüncü şəxsin təkindədir, yəni he-lə. He-də də has işləndiyinə görə my dad-də avtomatik has işlədəcəm. Six brothers. My mom has. Yenə eyni qaydadan. My mom də she əvəzliyinə əvəz edib. She-də də has işləndiyinə görə yenə has. So you have. You da have işlənir. And my brothers and I have. Baxın, my brothers və mən iki nəfər olduğumuza görə cəm. Cəmdə də have işlənir. Cool, I have only one uncle. Bir dəqiqə. I don't have olmalıdır. Yəqin ki,
Bu inkardadır. I don't I don't only have one uncle and no cousins. Bu şəkildə tamamladıq. Davam edirik. Bu cümlədə xırda bir səhv var. Bilmirəm, yəqin yazış səhvi olub, çap səhvi olub. Burada don't have olmalıydı. I don't have. Onlydan sonra bura nə ehtiyac var bilmirəm. I don't have only ya da ki I have only. Əgər inkar deyilsə, iki dənə yer vardı deyə mən inkar yazdım. Əgər inkar deyilsə, cümlə belə uyğun gəlir. I have only one uncle and no cousins. Mənim sadəcə bir əmim var, heç kazım yoxdur. Yəni qohum uşağı yoxdur, sadəcə əmisi var. Cümlədə qrammatik nəsə səhv var və yaxud da bu boşluq qoyublar bizi çaşdırmaq üçün. Necə ki mən çaşdım, siz çaşmayın. Ona görə məncə düzgün bu şəkildə olmalıdır. I have only one uncle and no cousins. Look at the image, make sentences with the words and have got or has got. Has got uşaqlar hasdən fərqli olaraq bu got olan havlər, həzlər öz suallarını, inkarlarını özləri yarada bilirlər. Durdaza ehtiyac duymurlar. Amma tək həzlər özləri öz suallarını və inkarlarını yarada bilirlər. Durdazdan istifadə edirik. Necə ki, indi bayaqları yazanda tapşırıqlarda gördünüz. Kala and Philip have cell phones. Birincisini veriblər. İkincisini Alonso two sisters. Alonso has got da yaza bilərsiniz. Burada has veriblər, amma burada have-i tək veriblər. Have got da verməlidirlər, belə çıxır. Has got. Çünki burada baxın bildiriblər have got or has got. Amma digər tapşırıqlarda verməyiblər have ya da has. Burada verdiklərinə görə mən has got da yazacağım. Has got two sisters. My aunt a new car. My aunt has got a new car. Daha sonra Rio and Latifa have got a dog. Our house house tekli olduğuna göre has got a big kitchen. My grandma has got two sisters. Complete the conversation with have, has, don't have, or doesn't have. Conversation'a don't have, doesn't have, has qoymalıyıq. Gəlib baxaq. No deyirsə avtomatik have-lə sual veribsə, baxın, qotun sualı da have-lə verilib. Ona görə inkarını da mən haven't şəklində verə bilərəm. No, I haven't. I have one sister. Burada da baxıram got var. Got varsa has-lə olacaq. Çünki niyə? Sister təkdədir. Has your sister got any children? Yes, she has. He is 1 day old and he has got a name. Dördə keçirik. Complete a question and short answer so they are true for you. True for you sənin üçün düzdürsə. Does your dad have a red car? No, he doesn't. Bunu özüm ürəyim necə istəyirsə yaza bilərəm. Amma əvvəlkiləri yox. Çünki dad təkdədir, does olmalıdır, ikinci tərəfdə də have. Yenə do, you-da do olur. Do you have big family? Yes, I have. I do, daha doğrusu. I do. Sualı do-la vermişəmsə cavab da do. Does niyə verirəm? Yordan sonra gələn sözə baxırıq. Friend have
Black shoes? No, she doesn't. Do you have a nice bike? Yes, I do. Does your brother have a car? Yes, he does. Baxın, cümlələrimizi tamamladıq. İndi isə keçirik növbəti. Look at Rachel's and Sophia's email. Write their names under the emails. Adların altına yazmalıyıq. Gəlin baxaq. İlk öncə Sophia'nı oxuyaq. Rachel to Sophia. Rachel'dan Sophia'ya. Hi Sophia, my name is Rachel. Salam Sophia, mənim adım Rachel'dır. I live with my mom and my uncle in a flat in San Francisco. Mən anam və əmimlə, my mom and my uncle, mənzildə San Franciscoda yaşayıram. My family is very small. Mənim ailəm çox balacadır. I don't have any brothers or sister. Mənim bacı qardaşım yoxdur. My dad and my aunt with my grandma and granddad in a big house in the countryside. Mənim atam və mənim bibim yaşayır mənim nənəm və babamla böyük evdə, kənddə. I go there at weekends. Mən ora həftə sonları gedirəm. They have a lot of animals, for example, cats, dogs and horses. Onların çoxlu heyvanları var. For example, məsələn, pişiklər, itlər və atlar. I love it there. Mən onları orada sevirəm. Write soon, təsdiqlə yaz. Your new friend Rachel. Sənin yeni dostun Rachel. İndi isə Sophia yazır. Dear Rachel, Əziz Rachel, thank you for your email. Sən emailin üçün təşəkkür edirəm. My family is very different. Mənim ailəm çox fərqlidir. I have two sisters and three brothers. Mənim iki bacım və üç qardaşım var. We live with our mom and dad in a big house near Madrid. Biz yaşayırıq bizim anamız, atamızla böyük evdə Madridin yanında. My mom is Spanish and my dad is Chinese. Mənim anam İspan, atam isə Yapondur. I have lots of aunts and uncles and they are married to people from different countries. Mənim çoxlu biblərim və əmilərim var və onlar da fərqli ölkələrdən olan insanlarla evlidirlər. We have a very culturally diverse family. It's fun. Bizim mədəni cəhətdən çox müxtəlif ailəmiz var. O əyləncəlidir. Bye for now. Hələlik sağ ol. Deməli, burada çox böyük ailəsi olan Sophia idi. Çünki a lot of aunts and uncles deyirdi. Gəlin yazaq. Daha sonra bu birisi isə olacaq Rachel. Rachel's family. Davam edirik. Çıxca correct person, düzgün insana tik qoyacaq. She doesn't have brothers and sisters. O Rachel idi. Bacısı, qardaşı yox idi. She has a small family. O da Rachel idi. Her grandparents have bacısı və qardaşı olmayan bir dəqiqə baxım. Bəli, bacısı, qardaşı olmayan Rachel idi. Nənəsi, babası kənddə yaşayan da Rachel idi. Have got a big house. Parentslərinin big house olan Rachel idi məncə. Bəli, baxın, deyir ki, granddad, big house in the countryside. Deməli, o da Rachel'dır. Hamısı Rachel oldu ki. She has cultural difference. Bu da olacaq Sophia. Devam edirik. Language context 1. Circle the correct word of have in sentences. Cümlələrdəki düzgün have feilinin altına xətt çəkməliyik, ya da dairəyə almalıyıq. Gəlin baxaq. A minimum of 70% of people in the world has, yoxsa have brown eyes. Have brown eyes, söhbət people-dan gedir. Teenagers has, yoxsa have. Teenagers cəmdədir. Crocodiles cəmdədir, have. One hamburger has, hamburger təkdədir. My grandma's birthday cake has, cake də təkdədir. Daha sonrakiyə baxırıq. My aunt has, my aunt təkdə olduğuna görə has. I have, I da have işlənir.
Joe and Marty iki nəfər də ayrı-ayrıdırlar və cəm təşkil edirlər. Deməli, have, my bedroom has, Hüseyn has, we də have, my parents da have. Nəyə görə? Çünki parents sözü cəmdədir. Üçə baxıram. Look at the mates and write sentences with the correct form of have. Aha. Kim and Zakin have a dog. Bir itləri var. My brother and me have two bikes. My friend has a house. I have a bedroom. My parents have two phones. Bu şəkildə yazdıq, cümlələrimizi tamamladıq, davam edirik. Language in context 2 have negative question and short answer. Short answer'da ya, yes, I do ya da no, I don't şəklində cavab veririk qısa cavablara. Burada I dəyişə bilər və yaxud da üçüncü şəxsin təkində yes, məsələn, he, she, it does. İnkarda isə no, he, she, it doesn't. Bu şəkildə cavab verə bilirik qısa cavablara. Qısa suallara daha doğrusu. My friend Jonas doesn't. Jonas tək olduğuna görə doesn't. You da don't işlənir. Christian doesn't. Christian tək bir nəfərdir. We da don't işlənir. My aunt and uncle don't. Çünki iki nəfərdir. Bu şəkildə gəlin indi onlara cavab verək. Baxıram ki, yox, cavab vermirik. Complete with do or does. Do does-dan. Deməli, you-da baxıram bizim şəxsimiz you-da do işlənir. We-də do işlənir. Bunlara cavab da verəcək deyəsən. Hə, düzdürmü? 3 də cavab verəcək. Aha. Your house təkdədir does. His mom təkdədir does. They-də isə do. İndi isə gəlin cavabları verək. İkinci sualımızın cavabı inkarda olmalıdır. No, you don't. Üçüncü sualımız inkarda olmalıdır. No, we don't. Baxın da şəkildə verirəm cavablar. 4 təsdiqdə olmalıdır. Yes, it does. 5 inkarda olmalıdır. No, she doesn't. No, she doesn't. Altıncı sualımız isə təsdiqdə olmalıdır. Yes, they do. Bu şəkildə cümlələrimizi tamamladıq. Davam edirik. Complete a conversation with the correct form of have. Have feilinin düzgün formaları ilə bu conversationu tamamlamalıyıq. Gəlin başlayaq. Lucia, is that Monica? Does she have a new bike? Yes, she does. Sualda does-dan beri baxın. Düzdürmü? Great. Do you have a bike? No, I don't. Yes, I have brilliant mobile. Yes, we have bikes, but your mobile phone mobile and some cool jeans. And we have the bus here it is. Belə, əziz uşaqlar, bugünlük də izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşənədək hələlik.